Əziz dostlar, biz elə yeri gəlmişkən dünyada tələb artan ixtisaslar, yeni ixtisaslar, sıradan çıxan peşələr, ixtisaslar və bu barədə ümumilikdə danışacağıq studiyamızın qonağı ilə. Filologiya üzrə fəlsəfə doktoru, yazıcı, naşir Şəmil Sadiq bizlə bərabərdir. Şəmil müəllim, xoş gəlmişsiniz. Sizi görməyə çox şadıq. Bilirik ki, çox maraqlı bir söhbət olacaq. Anonsunu da indidən verək tamaşaçılara və başlayaq söhbətimizə. Şəmil müəllim, deməli, IT inkişafı, informasiya texnologiyalarının inkişafı, süni intellektin o sərhədsiz sürəti ənənəvi həyat tərzini, yaşam vərdişlərini dəyişməyə davam edir. Yeri gəlmişkən, gəlin bu günlərdə olan bir açıqlamana başlayaq söhbətə. Bill Gatesin açıqlaması kifayət qədər zəbt elədi gündəmi ki, o bildirdi ki, 10 ilə nə müəllimlərə, nə də həkimlərə ehtiyac qalmayacaq süni intellekt onları əvəz eləyəcək. Sözügedən proqnozlarla bağlı sizin fikriniz necədir? Gününüz aydın olsun. Mən də salamlayıram tamaşaçılarımızı. Düzdür, Bill Gatesin belə fikirləri biraz populist ola bilər. Çünki bəzi fikirlər institutların araşdırmaları, tədqiqatları sahəsindən sonra olmuş olur. Bir də o fikir hansı ölkəyə, hansı regiona aid olacağına baxaq. Əgər tutaq ki, nə bilim, hansısa bir inkişaf etmiş ölkədə tutaq ki, 10 ildən sonra baş verəcəksə, inkişaf etməkdə olan ölkədə bir 20 ildən sonra baş verəcək, nə bilim, ondan sonra. Ona görə tam olaraq belə fikrin bizə dəqiq aidiyyatı var, yoxsa yox deyə bilmərəm. Amma sözsüz ki, haqlı tərəfləri var. Mən deməli 2010-cu ildə UNESCO-nun bir araşdırmaları var idi. 2025-ci ildə təqribən yazmışlar ki, 10 il bundan qabaq dünyaya 7 milyon STEM ixtisaslı müəllim ehtiyacı olacaq. Və biz də o vaxt hədəf liseyi açanda STEM əsaslı formalaşdırırdım 2016-17-ci illərdə. Və bugün bizim ölkə daxil, bütün dünya ölkələrində STEM əsaslı, STEM yanaşmanı bacaran müəllimə ehtiyac var. Və təəssüflər olsun, universitetlərimiz bu proqnozları araşdırmır və ona hazırlıq getmir və sonra gəlirik, bugün deyirik ki, biz hələ də o kadrı yetişdirə bilməmişik. O UNESCO kimi bir qurumun təklif elədiyi ki, fakültə ixtisas baxımından. O bağ qırılır da. Hə, bağ qırılır və hələ də biz o proqramları, nə bilim, ixtisasları doğru düzgün tədris eləməkdə geri qalırıq. Hətta bizim ölkəmizdən deyim ki, universitetlərimiz bu tələblərə cavab vermir. Və deyilən təkliflər, tələblər, məsələn, kitab ilə bağlı başladınız. Deyək ki, artıq bütün dünya, belə deyək ki, tədqiqat institutları, araşdırmalar yaxın zamanlarda kitabxanaçılıq kimi fakültənin və yaxud ixtisasında ehtiyac olmayacağı ilə bağlı. Çünki elektronlaşdırma gedir. Və yaxud da xəzinədar ixtisaslarıdır, bank ixtisaslarıdır və yaxud və s. və yaxud da Bill Gatesin dediyi, nə bilim, səhiyyənin müəyyən sahələrlə bağlı. Çünki tibb sıradan çıxan ixtisaslardan olmayacaq. Onun müxtəlif yönünü dəyişə bilər, istiqamətini dəyişə bilər. İndi biz oturub ona bir 10 il bundan sonraki prosesə hazır olmalıyıq. Kitabxanaçılıq... O ixtisaslar hələ də bizdə var və insanlar... İndi elə bil ki, biz gəlib 10 ildən sonra desək ki, bugün kitabxanaçılıq fakültəsini dayandırıq, yanlışıq. Bu 10 ildə buraxılan kadrlar nə eləyəcək ondan sonra? Yönünü dəyişdirmək lazımdır. Data analiz deyə yeni bir fakültələr var, ixtisaslar var. O baxımdan mən də düşünürəm ki, yeni ixtisaslar, yeni yanaşmalar zaman-zaman olacaq. Amma biz buna vaxtında cavab verməli, vaxtında hazırlaşmalıyıq. Çox üzr istəyirəm. Ötən gün xəbər netlərinin üzərindən keçəndə 3 xəbər başlığı götürmüşəm bu söhbətdə qeyd etmək üçün. Üçü də, gəlin baxın, nə ilə bağlıdır. Demək, birincisi, mütəxəssislər süni intellektin köməyi ilə qədim Yunan freskasını bərpa ediblər. Restavrasiya artıq süni intellekt köməyi ilə həyata keçirilib. 2. Böyük Britaniyada 3 milyon insanın əziyyət çəkdiyi ağciyər xəstəliyinin diaqnostikasını dəyişmək üçün yeni süni intellekt əsaslı cihaz təqdim olunub. 3. Süni intellekt qəfil ürək dayanmasını 2 həftə əvvəl proqnozlaşdıra biləcək. Belə ki, Fransa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu qəfil ürək dayanması riski barədə erkən xəbərdarlıq edə bilən süni intellekt aləti yaradıb. Baxırıq, ən müxtəlif sahələrdə artıq süni intellektin necə nüfuz elədiyinin fərqinə varırıq. Bu yaxınlarda Amerikadan bir qonağımız var idi. Türkiyəli professordur. Kök hüceyrələrlə bağlı araşdırmasıdır. Dünyada adını da bəxtdən fikirləşim tapamıram deyim. İlk 5-likdə olan, ilk 10-luqda olan həkimlərdən biridir. Və bizim bildiyimiz ChatGPT-nin süni zəka proqramlarının bir növ fəxri danışmanıdır, məsləhətçisidir. Çünki ondan müəyyən hazırlanandan sonra belə bu tip professorlar da məsləhət alır ki, necə işləyir. Və o bir fakt danışdı ki, mən də bir məqalə üzərində işləyirdim və bunu ChatGPT-yə yerləşdirdim ki, görüm akademikdir adam, yəni səviyyədə iş görür. Və ondan bilgi alın və mənə çıxartdığı qeydlər, iradlar, tənqidlər və yaxud da yanaşmalar mən xeyli təəccübləndirdi ki,
mən bu qədər böyük aliməm və məndən bu qədər fərqli problemlər tapa bilir və diqqətindən qaçan məsələləri üzə çıxarda bilir. Bu baxımdan haqlısınız və süni zəka proqramları o qədər inkişaf eləyir ki, mən elə səhər-səhər gələ-gələ fikirləşirəm ki, filologiya üzrə elmlər namizədiyəm. Ümumiyyətlə, bu doktorluq lazımdırmı? Çünki istənilən akademik səviyyədə, humanitar sahədə istənilən mövzunu iddia edirəm bizim alimlərin əksəriyyətindən çox yaxşı tətbiq eləyə bilir. ChatGPT və bu gün tələbələrin əksəriyyəti elə bundan magistr işi yazırlar, diplom işi yazırlar, dissertasiya işi yazırlar və demək ki, insan əslində bilirsiniz, mən nəyə görürəm, insan yaşam tərzi dəyişir. Tutaq ki, deyirlər ki, ixtisaslar azalacaq, fabriklərdə, zavodlarda, belə deyək də, sıradan insanların işlədiyi peşələr artıq sıradan çıxır. Çünki robotlar o işləri görmüş olurlar. Artıq insanın daha zəki, daha üstün təfəkkürə malik olması lazımdır ki, robotu ilə yarışa girib. Bir növ, yəni elə ixtisaslar var ki, ondan yarışdadır. Şəmil müəllim, təhlükəlidir sizcə? Yəni, çünki alimlər bölünürlər də. Bəziləri deyir ki, yaxın zamanda böyük təhlükə gözləyir dünyanın bu sürücülüklə bağlı. Bir dənə məşhur hekayə var, bəlkə də siz də unutmuşsunuz, tamaşaçılarımız da bilir. Nəsrəddin Tusi ilə bağlıdır. Hülaki xana deyir ki, bir rəsədxana tikək, o da deyir ki, nəyimizə lazımdır, nəyimizə lazımdır. Deyir ki, sənə göstərəcəm nəyimizə lazımdır. Gedirlər bir dağın ətəyində dururlar və dağın təpəsindən bir dənə böyük qızıldan, yəni qızılı rəngdə olan, parıltılı bir içi boş olan kürə dığırladılar aşağıya. Bütün şahın qoşunu dağılır. Amma bu Nəsrəddin Tusi durur və o nazik dəmirdir, gəlir, ayağı ilə saxlayır. Şah deyir ki, bunu mən niyə göstərirsən? Deyir, mən gələn təhlükənin olduğunu bildiyim üçün qorxmurdum. Amma sənin qonşunun təhlükənin olduğunu bilmirdi və dağıldı. Bilmədiyimizdən qorxurdu. Təhlükənin olduğunu bilsək, məncə qorxulu bir şey yoxdur. Qorxudan o filmlərdir də ki, çəkilib məncə. Qorxulan bir şey yoxdur. İnsan modeli dəyişir. Niyə qorxaq ki? Sadəcə ona hazır olmaq. Yəni, istər insanlıq, istər ölkə, istər, nə bilim, ailə, buna hazır olmalıyıq. Mən bilmirəm, mən onu elə qonqa bağına baxmam üçün, qorxaq nə eləyəcəyik? Amma bir həqiqət də ondan da eləyəcək bir şey yoxdur, gedir və yeni nəsil, o Z nəsli dediyimiz yeni nəsil, onsuz da o informasiya texnologiyaları ahəngində, süni intellekt mühitində böyüyür. Onlar bu dünyaya göz açırlar da. Biraz keçiddə çətin olur o yaşlı və orta nəslin adaptasiyası. Hətta bu dünyada yaşlanma prosesi var da. Yəni, bizim ölkələr hələ gəlib çatmayıb, şükür. Gənclik öndədir, amma Avropa artıq məsələni açıb, bir çox ölkələr var ki, yaşlı insan, yəni yaşlılıq artır. Elə-belə süni zəkaya yazsan ki, hansı ixtisaslara ehtiyac olacaq? İxtisaslardan təşkil edilib ki, yaşlı insan baxımı. Bu artıq tələb olunur. İnsana baxımı, çünki ailə mühiti dağılır. Bizim başa düşdüyümüz ailə törəsi dağılır. Çünki get-gedə böyük ölkələrdə, böyük inkişaf eləmiş ölkələrdə bizim analarımız, dədələrimiz tutaq ki, bir ailədə qala biliriksə, bizdə hələ də qocalar evi, yaşlılar evi falan formalaşmayıb da. O baxımdan mən qorxulu hesab edə biləmir. Sadəcə hazırlıq görmək lazımdır. Elə ixtisaslar var ki, bir 10 ildən sonra, yox, 5 ildən sonra lazım olacaqsa, bizim fikrimi birini qoyub keçirəm. Elm və Təhsil Nazirliyinin bir əmri oldu və yeni ixtisasların və ixtisaslaşmaların, fakültələrin belə deyək, yaradılması ilə, proqramların hazırlanması ilə bağlı bir komissiya. Ötən il sonu da paylaşmışdıq, danışmışdıq. Oradan başlandı, komissiya işə başlayıb artıq, hətta magistr ixtisaslarından başlayıb, müzakirələrimiz davam eləyir və biz adətən bu günü ilə yaşayırıq. Yanlış tərəfimiz odur da, bir strategiya qurulmalıdır. Tutaq ki, birdən-birə gəlib desək ki, kitabxunaçılıq fakültəsini sıradan çıxardırıq, bundan məşğul olan, o ixtisası oxuyan adamlar var və havada qalacaq da. Amma ən azından qəbul sayını azaltmalıyıq. Əgər 100 uşaq qəbul olursa, nə bilim, deməliyik ki, 3 ilə 50 eləyirik, nə bilim, 4 ilə keçid yumuşaq olmalıdır. Çünki gələcəyini artıq görürük də dünyadakı nə baş verir. Proses bilirsiniz necə itmir, yəni ixtisaslar itir, dağılır deyəndə bəzən savasız insanlarımız bunu yanlış algılayır, yanlış başa düşürlər də. Baxın, bugün dərzilik harda bizə lazımdır? Dərzi peşəsi. Bir 50 il bundan qabaq hər məhəllədə kiçik bir 5-10 evin bir dərzisi var idi. Bir pinəsi var idi, ayaqqabı ustası var idi, nə bilim, və s. Bugün bu ixtisaslar məhv olmayıb. Amma çox az sayda spesifik şəkildə xüsusi özəl tikişlər tələb edən daha bahalı şəxslər olublar da bunlar. Amma qapıda nə qədər adam ayaqqabı düzəltdirmək üçün pinəsi tapa bilir. Çünki təzəsi artıq onun düzəldmə xərcini... Bir də qiymətləri elə əl çatandı ki... Hə, da gəlib yaxınlaşıb. Müqayisə eləyəndə hamı gedib xanımlarımız olsun, nə qədər paltar tikişdirirlər. Çünki o qədər hazır, o qədər hər növ paltar var ki... Yəni kişilər sağ olsun şalvarın ətəyini kəsdirmək üçün.
Biz deyirsən, oradan çox Lazımdır, hələ lazımdır. hələ lazım, amma azalır da. Yəni 50-100 il bundan qabaqda qədər hamıya ehtiyac deyil. Bir də bayaq gözəl dediniz ki, Şəmil müəllim, dünyada bəlkə artıq deyirlər ki, bu ixtisasa ehtiyac yoxdur. Bizə gəlib çatana qədər biraz vaxt qazanmış da oluruq da. Amma bu vaxtdan da düzgün istifadə eləmək də vacibdir. Mən təhsil tərəfdən düşünürəm. Bəli. Ümumiyyətlə bir təhsil strategiyası olmalıdır. İstənilən halda, istənilən bir ölkənin, istənilən bir dövlətin. Mən 10 ildə ən azı bir 30 illik plan qoyulmalıdır mənə görə. 5 il, tutaq ki, o 5 illik planlar kimi olmasın. Addım-addım bu proses həll olunmalıdır. Çünki siz demişkən, biz görürük də, bu gəlir, bu dalğa bizə gəlir. Nə qədər istəsə, istəməsəz də gələcək. Və bir yerdən sonra deyirlər, müəllimlər lazım olmayacaq. İndi mən bugün birinci kursa gedən şagirdim, deyək ki, 5 ildən sonra bitirəcək, bir 2 ilə də iş tapacaq, 7 ildən sonra iş başına gəlib çıxacaq və bəlkə də bir 7 ilə doğrudan da müəllim ixtisasına ehtiyac olmayacaq. Bir robot girəcək, bəlkə də artıq nümunələr də var. Dərsdə deyəcək, sual cavabı da eləyəcək. Məsələn, mən balaca oğlum ilə arada səbrin çatmır, nağıl danışmağa, söhbət eləməyə. Açıram chat GPT-ni, arada ona sual verirəm ki, mənə bir dənə nağıl danış, burada bir o dərd olsun. O da mənim üçün nağıl durur, qoşur, uşaq eşidir. Yəni, müəyyən məsələlərdə yavaş-yavaş proses gedir də. İndi xüsusi avadanlıqları var, bu cür robotlar var, stol üstüdürlər. Ucuz var, hər kəsin əl çatan formada. O baxımdan mənim təklifim odur ki, biz buna indidən hazırlaşmalıyıq. Hətta bəyan olunmalıdır ki, bu ixtisaslar 5 ildən sonra belə olacaq. Məsələn, filologiya ixtisasımız var. Bir filologiya, ədəbiyyat, dil ədəbiyyat müəllimliyi var. Mən öz ixtisasımdan danışım, başqa kişimin xətrinə dəyməsin. Bir Azərbaycan ədəbiyyat müəllimliyi var, bir də filologiya ixtisası var. Tədqiqatçı, araşdırmacı yetişdirilir. Mən səhv eləmirəmsə, hər universitetə hər il təqribən bir 50-100 nəfər qəbul olur. Humanitar sahənin adamlarıdırlar. Bunlar harada işləyir? Bugünkü dilimizdən desə, nə bilim, content meneceri ola bilər, mətnlərin yazılması ola bilər, tədqiqatçı ola bilər və s. dillə bağlı olan proseslərdə işləyə bilər. Bu ixtisasa nə qədər ehtiyac var? Yəni, hər kəs adi reklam mətnini belə, nə bilim, hər bir şeyin yaza bilir də süni zəka proqramlarında. Və növlər də, hələ bu bir 2-3 ildir çıxıb bu bizə belədir. Və 5 ildən necə olacaq? 5 ildən sonra onun inkişaf, öz-özünü inkişaf elətdirən proqramlardılar. Məncə qorxmaq yox, ondan istifadə eləməyə bacarmaq lazımdır. Xeyrimizə. Mən arada təzə-təzə yarananda, hətta TikTok da təzə çıxanda ilk girənlərdənim ölkədə. Hətta bir dəfə də zarafatla yazdım ki, gəlin gedək TikToka, oran biraz avra salaq. Çünki biraz çox qarma-qarışıq idi gənclərin əlində. Amma indi xeyli intellektuallaşıb TikTokda bizim ölkədə. Çünki qabağı açırdın, o qədər lazımsız resurslar. Amma xeyli baxsan informasiyalar var. İndi bizim işçilərdən bir dənə görürsən təzə-təzə, ay müəllim, elə bil ki, süni zəkadan istifadə eləmək, nə bilim, bir fərqli baxılırdı da, ya şiir tutarım. Halbuki dəfələrlə olub ki, mən öz dostlardan, ətrafımda, ya sən yaz, mən də atıram buraya yazsın. Niyə mən əziyyətimi çəkim? İndi ora verilən tapşırığı düzgün verəcək adam lazımdır. Yəni, elə hər kəs açacaq, süni zəkada istənilən məktubu yazdıracaq, istənilən mətni yazdıracaq deyil. O, nə istəyirəmin doğru bu düzgün yazmağı bacarmalıdır. O baxımdan insana həmişə ehtiyac var. Baxır hansı formada, hansı məkanda, hansı məqamda. Bizə də tez-tez deyirlər ki, robotlar gəlib sizin yerinizə veriş sizin yerinizə, bu zarafat eləyə bilməz robot. Əmin siz eləyə bilməz. Siz rahat olun, siz hələ çox gec gəlirsiniz. Nəfəs texnikası var, bəxtli nəfəs texnikası var. Biz qorxuruq hələ. Şəmil müəllim, deməli, redaktorumuz söylüyor ki, tamaşaçılardan fərqli mesajlar gəlir. Bu, amma eynidir, məzmun eynidir. Demək, imtahanlar ərəfəsi demək olar ki, yaxınlaşır. Sonra ixtisaslar seçimi, müzakirələr aparılır hazırda, ailələrdə, evlərdə. Amma məsələn, deyir, ən son yazan bir valideynimiz, bir anadır, yazır ki, evladım ikinci qrupa hazırlayırdıq, sonra o ixtisasın qərarını veririk, bu ixtisasın qərarını veririk, sonra üçüncü qrupa dəyişdik. Məsələn, hansı bir neçə nümunələr çəkə bilərsiniz? Təbii ki, bu yenə də baxır daxili potensiala, həvəsə, sən bunu nə qədər istəyirsən, əzminə. Amma bugün ən azından tələbatlı olan, məsələn, bir ara, bir neçə il bundan əvvəl IT sahəsinə bir belə sel başladı. Orada da sanki o artıqlıq sanki yarandı. Yerindən duran hamı dedi ki, gedirik, bu sahə inkişaf eləyir. Amma tək bu deyil, axı kifayət qədər də alternativ, populyar olan əmək bazarında bəlkə də yaxın gələcəkdə tələbatı olan sahələr var. Hansılardır onlar? Deməli, bizdə 4 ixtisas qrupu üzrə inkişaf eləmişik də, fakültə qəbulumuz var. 1-ci qrup, 2-ci qrup, 3-cü qrup və 4-cü qrup. Mənə görə bugünün ən populyar fakültələri 1-ci və 4-cü qruplar olmalıdır. 2-ci və 3-cü qrup zaman-zaman siyahıda azalacaq. Baxın, çox qəşəng bir şey dediniz. 3-4 il bundan qabaq, hətta 5 il, 6 ildə başladı IT mühəndislik sektoru. Amma bir 10 il qabağa gedəndə hər kəs hüquq
prokuror, nə bilim, bu humanitar sahədə, nə bilim, polis akademiyası falan Populyar bu var sahələr, idi da. bəli. Zaman-zaman dəyişir, yerin vermiş olur. Bizdə IT sektoru dediniz gəldi. Bu gün də bayaq sizin səhv eləmirəmsə süjetiniz vardı, kiber təhlükəsizliyi ilə bağlı. Bəli. Nəinki Azərbaycanda, dünyanın hər yerində bu tip mütəxəssislərə çox böyük ehtiyac var. İndi mən 150 balına 200 bal universitetə qəbul oldum. Gedib orada sadəcə kompüterdə nə bilim nəsə yazmağı öyrəndim. O mütəxəssis deyil. Mütəxəssis proqramlaşdırmasını bilməlidir, nə bilim kodlaşdırma və s. dərinləməsini olmalıdır da. Müxtəlif ixtisaslar var. Burada ikinci qrupun təhlükəli tərəfləri çoxdur. İkinci qrupda valideynlərimizi qorxutmuyum. İndi bayaq bank sektorundan danışırıq ki, artıq onlayn... Nədir o təhlükələr Şəmil müəllim? Belə deyək də, bizdə ikinci qrupda açıq iqtisadiyyat və bank sektoru ilə bağlı proses var və bu da nə dedi? İkinci qrupda ən çox da işə götürən tərəf banklarımızdır. Bir neçə dövlət qurumu ola bilər iqtisadiyyat sahəsində, bir neçə fərqli sahələr ola bilər. Cari əmək bazarı. Əmək bazarının əsas kütləsini daşıyır bank sektoru. Bank sektorda artıq onlayn banking deyilən bir proqram ilə yavaş-yavaş bu proseslər və dediyimiz o süni zəka və yaxud da analizlər yenə dünən vaxtımız lazım. Bu yaxınlarda mənim əlimdə bir 4 dənə tibbi analiz var idi. Qan analizi vermişdim. Bir marağı 4 dənə PDF faylı yerləşdirdim süni zəkaya ki, bu analizlə araşdır, 4-ün də birdən. Mənə bir dənə nəticə çıxart. Problem nədir? Hansı analizlər? Çünki bəzi terminologiyanı başa düşmürsən də, nə bilim, azdır, çoxdur, falandır. İnanın, 4 PDF-i araşdırdı, 4 PDF-i bir anda. Ortalama, səndə hansı problemlər var, nə içməli, dərman sözsüz məsləhət görmür. Bir qardaş düzdür da. Yəni, dərman məsləhət görməsə də həkimizə məsləhətləşir. Nə bilim, qanda vəziyyət budur, filan yerdə vəziyyət budur, filan yerdə. Bunları nəzər almalısın. Hər şey, hətta mən ümumi ceyb həkimdən soruşum ki, nə bilim, trigliserid nədir? Tutaq ki, o mənə izah eləyəcək, bu bunu deyil. İndi o baxımdan ikinci qrupdakı problemlər məncə və humanitarda ona görə valideynlərimizin daha çox texniki fənlərə, humanitardan çox texniki fənlərə, məsələn, bir fakültələrə baxsaq ki, müasir dünyanın mən bir neçə qeyd apardım. Süni intellekt və maşın öyrənməsi mühəndisliyi, kiber təhlükəsizliklə mütəxəssislər, data analitik və data analitika sahəsindəki ixtisaslardır, proqramlaşdırma və proqram təminatı mühəndisliyi, ciddi rəqəmsal marketinq artıq ciddi tərəfdən olur və burada hətta rəqəmsal bacarıqlara sahib olan müəllim ehtiyacına ciddi tələbat yaranmış olur. Yenilənə bilən enerji, bilirsiniz, bu dəqiqə dünyanın vacib tələb, psixoloq, terapevt və mental sağlamlıq üzrə. Qalır hələ də tələbatlıq. Bu qədər psixoloqlar hələ yox. Həkimlər Allah kömək olsun da, asqırağı da bir xəstəlik hesab eləyirlər. Nə bilim, öz kürəyi də belə hər şeyə bir xəstəlik adı qoyurlar. Ona görə bir də stresli dünya olduğuna görə psixoloqlara böyük ehtiyacımız olacaq. Bu ehtiyac hələ deyəsən davam edəcək. Ona görə birinci qrup ixtisaslar dediyimiz texniki fənlərin ixtisasları daha çox gələcəyə uzun ömürlü görsənir. Amma bizə hələ bir 20-30 il var. Ona görə çox da belə həyəcanlanmıyor. Amma bir 20 ildən sonra nə baş verəcəyinə... Hər şeydə son ana da saxlamaqdır. Bizdə var axı hər onun şey son ana universitetlərimiz düşünməlidir. Bəli, mütləq müəssisələrimiz düşünməlidir. Strategiya hazırlanmalıdır ki, yəni sadə vətəndaş oturub onun dərdini çəkməklə yaxud da siz, mən bir şey eləyə bilmərik. Amma bilməliyik ki, bu ixtisaslar araşdırılıb, azalmalıdır, sıradan çıxarılmalıdır və yaxud da profil dəyişdirilməlidir. Vacib deyil ki, birdən bir Azərbaycan ədəbiyyat müəllimliyini dəyişdir. Azərbaycan ədəbiyyat müəlliminə fərqli bir proqramlar yükləməlisən ki, o sabah texniki bacarıqları ilə, rəqəmsal bacarıqlar ilə sinifdə robot ilə duet şəklində dərs keçə bilsin. Ona sual verib və ya da tapşırıq verib işi görə bilsin. Bu baxımdan, yəni, heç olmasa içəridəki məzmun dəyişilməlidir. Yaxşıya doğru gedir, dünya inkişaf edir. Əsas o da pozitivliyimiz yerindədir. Dünya inkişaf edir və xoşdur. Xoşdur, əlbəttə, nikbin notlarla bitirmək xoşdur. Demək, nikbin notlarla bitirmiş demişkən o günün sualını sonda verəcəyik. Amma gəlin bu məqamın üzərində dayanıb son 3 dəqiqəmiz var efiri tamamlamağa. Bir cavab alaq sizdən yekun olaraq, sonra sağollaşaq. Dediyimiz kimi imtahanlar ərəfəsidir və bugün bir çox ailələrdə, bir çox valideynlərdə o imtahan həyəcanı, ixtisas telaşı var. Son olaraq onlara nə demək istəyirsiniz, nə tövsiyə etmək istəyirsiniz? İmtahan ərəfəsində olan, ixtisas seçimi gərginliyində olan, istəyir o təhsil alacaq gəncimizə və yaxud da onun valideynlərinə, əhatəsinə? Mən bir fürsətdən istifadə edib deyəcəm. Bilirsiniz, bizdə aprelin 13-ü daha biri gözlənilir. Buraxılış imtahanları mart-aprel aylarında keçirilir
Və buna bir müəllim olaraq təəssüflə qeyd edirəm ki, aprelin buraxılış imtahanından sonra o şagirdlərin müəllimlərinə və direktorlarına səbr arzulayıram. Çünki şagird aprelin 13-dən sonra məktəbin işin bitdi deyə bir havasına girir. Qarşıdakı 2 ay onu məktəbə gətirmək, yəni may və Müşkül məsələ. ciddi problemlər yaşanır təhsilimizdə. Buna bir daha səsləndirim, bir müəllim olaraq əziyyət çəkirik. Gəlir valideynlərimiz tərəfinə və şagirdlərimiz tərəfinə. Ümumiyyətlə, mən həmişə onu vurğulamışam. Bu da şagirdin problemi deyildi əslində. Ha, şagirdi deyil də, nə vaxt verirlər, bitir, ondan sonra oxumalı da bir şey qalmır ona görə. İndi bizim də məktəblər əslində ona hazır deyil ki, onu 2 ay müddətində başın qatsın, nə ilə, nə eləyə bilsin. Ona görə bir çox qarmaşıq bir prosesdir. Şagirdlərimizə birinci rahatlıq arzulayıram. Yəni, imtahan nə deməkdir? Kiçik bir tramplindir. Bir dəfə keçməyəcəksənsə, bir də cəhd eləyəcəksən, bir də cəhd eləyəcəksən. Dünyanın sonu deyil. Yəni, imtahan instituta girmək bugün artıq dünya institutları o qədər dəyişir ki, universitetlərə qəbul olmaq o qədər faydalı deyil. Hətta bayaq söhbətimizin davamı olaraq deyim ki, artıq bizim universitetlər təcrübə, praktika yönümlü ixtisaslara keçməlidirlər və yaxud da 6 aylıq 1 illik kursları ilə yeni xırda təzə çıxan peşələrə mütəxəssislər hazırlamalılar. Şəmim, keçəcəz o da gələcəyi. Bu 4 illik ənənəvi təhsil sistemləri, 11 illik, 10 illik təhsil. Artıq bilirik ki, o tək diplomu əlinə aldın, bu bir şey həll eləmir. Magistratura 2 ildir, tutaq ki, dünya birçoğu artıq 1 ildir. 4 illik ixtisaslar 3 illik, 2 illik. O baxımdan mən tələbələrə institut vacibdir deyə bir şey düşünmürəm. Peşə öyrənsinlər, peşə öyrənsinlər, peşə öyrənsinlər. Universitetə qəbul olub peşəni inkişaf elətdirə bilərlərsə nə gözəl. Peşələr, artıq sadaladık da burada. Olmazsa da canları sağ olsun. Çox sağ olun. Şəmil müəllim, çox sağ olun. Gözəldir də Şəmil müəllim sonundakı canları sağ olsun. Əsas birinci oradan başlamaq lazımdır. Sizin də canınız sağ olsun. Çox sağ olun ki, gəldiniz. Şəmil Sadiq studiyamızdaydı, əziz dostlar. Filologiya üzrə fəlsəfə doktoru, yazıcı Naşir bizim gözəl ziyalımız. Tamamlayırıq bugünlük efirimizi. Sizinlə də sağollaşırıq. Görüşmək ümidilə. Sağ olun. Bəli.